Uşaqlarda qulaq ağrıları, uşaqlarda qulaq ağrıları, xüsusən də körpə yaşlarında diş çıxarma sindromuna bağlı olaraq qulaq ağrıları ola bilir. Bəzən də uşağı ananın körpəni düzgün yedirməməsinə, yedirmə pozasına bağlı olaraq ola bilir ki, ana uşağın yanında uzanaraq onu yedirirsə, bu vəziyyətdə uşağın qulağına süd axıb yığılıb, xarici otit kimi ağrı və şikayət narahatlıqlara səbəb ola bilər. Virus infeksiyaları zamanı, xüsusən də qrip virusu zamanı uşaqlarda ağırlaşaraq qulaq ağrı və otitə səbəb ola bilər. Və bəzən də burunda ət olan uşaqların, yəni adenoid toxuması hiperplaziyası olan uşaqların, daimi xoruldayan, burunla çətin nəfəs alan uşaqlarda tez-tez otit ola bilər ki, bu da orta qulağa maye toplanmasına bağlı, burunla qulaq arasında olan Yevstah borusunun düzgün havalanmamasına bağlı təkrarlanan otitlərə səbəb ola bilər. Və allergiya probleminə əziyyət çəkən uşaqlarda allergik burun tıxanmalarına bağlı da tez-tez otitlər görülə bilər və həmçinin orta qulaq iltihablarının tez-tez görülməsi düzgün burun yuyulmamasına bağlı, təzyiqlə buruna maye vurulmasına bağlı orta qulağa maye toplanması və həmçinin burun təmizliyinin düzgün aparılmaması, vaxtından erkən uşaqlara spreylərin çox düzgün istifadə edilməməsinə bağlı da uşaqlarda qulaq ağrıları ola bilər. Qulaq ağrısı zamanı yol verilən yanlışlar qulağa isti kompreslərin qoyulması, bəzən sarımsağın suyunun damlatılması, qulağın içərisinə kamforanın vurulması, bunlar yanlışdır və düzgün deyildir. Və düzgün olan yanaşma isə qulaq ağrısının öncə hansı səbəbə bağlı olduğu araşdırılmalı. Bu səbəbin aradan qaldırılmasına vacibdir. Çünki bəzən allergiya uşaqda qulaq ağrısı verə bilər ki, öncə allergiya problemi aradan qalxmalıdır. Düzgün yanaşma ilə uşaqlarda təkrarlanan qulaq ağrılarını aradan qaldırmaq mümkündür.